Recording'e başladım. Bugünkü üçüncü mətnimiz olur qarlı bir gün. Maşın axırıncı binaların yanından ötüb şəhərdən çıxdı. Nəhayəti görünməyən düzənlik başladı. Qar dənələri, yəqin ki, aram-aram yerə inirdi. İndi yəqin ki, məcazi istəyəcək. Qar dənələri duz kimi səpələnirdi yaza bilərik. Pambıq kimi tökülürdü yaza bilərik. Amma ən uygunu duz kimi səpələnirdi. Yəni məcazi istəyirsə, nöqtələrin yerinə elə yazacaq. Soyuq adamın bədənini ağaca döndərirdi. Yol iz görünmürdü. Sərkarov sürücünün yanında oturmuşdu. Küləyin zümzüməsini, gücə düşən motorun uğultusunu dinlədikcə ətli göz qapaqları ağırlaşırdı. Qəzənfər sükanın əlindən çıxacağından ehtiyat eləyirdi. Gözlərini irəli zilləmişdi. Kirpi çalmağa da qorxurdu. Maşın sürüşüb istiqamətini dəyişdirdi. Oğlan Sərkarovun məzəmmət dolu baxışlarını görmədi. Məzəmmət danlaq deməkdir. Tənə, danlaq, məzəmmət. Üçü sinonimdir. Qarşılığını istəyirsən, bunu yazacaqsın. Dolu baxışlarını görmədi. Sükanı cəld sağa fırladı. Maşının səmtini düzəldib, dərindən nəfəs aldı. Sərkarov ürəyində düşünürdü. Yeznəsi bu Qəzənfərə niyə tünd xasiyyət deyir? 3 gündür mənimlə işləyir, ağzına bəri, baş üstlərdən qeyri söz çıxmayıb. Qəzənfərin bacısının əri Sərkarovun köhnə dostuydu. Yolun ağırlığından oğlanın əsəbi gərilmişdi. Bəzən də fikri haçalanırdı. Yəni fikri bölünürdü, belə deyək. Haçalanmaq qayçının ucu haça deyirlər, məsələn. İki yerə ayrılır çünki qayçı o tərzdə. Sərkarovla işləməkdən niyə qaçırlar? Bu ki pis adama oxşamır. Qar ara vermir, get-gedə qatılaşırdı. Oğlan 3-4 addımlıqda qalın şala bürünmüş, uzun paltolu bir qadın gördü. Yanında balaca oğlan uşağı vardı. Qadın güclə nəfəs alırdı. Hara gedirsiniz? Oturun aparaq deyə Qəzənfər təklif elədi. Qadının sifəti işıqlandı. Sevincindən gözləri gülümsəyən uşağa qabağa itələdi. Keç bala, bura kəndə gedirik. Sərkarovun acıqlı səsi eşidildi. Ört qapını. Qəzənfər qulaqlarına inanmadı. Təəccüblə ona baxdı. Sərkarovun səsi azacıq mülayimləşdi. Mən işə gecikirəm. Kənara çəkilin. Yoldaş Sərkarov, kəndə 2 kilometrdən çox olmaz. 20 dəqiqə geyib qayıdarıq. Sol qolunu qaldırıb saatını Qəzənfərin gözlərinin qabağına tutdu. Gecikirəm. İndi kənd yoluna girmək qorxuludur. Gedib batarıq. Sür. Qəzənfər peşman baxdı. Qadın bir addım arxaya çəkildi. Uşaq da geriləyib ona qısıldı. Bayaqki təbəssüm onun qara gözlərində donub qalmışdı. Maşın tərpəndi. Qəzənfər motorun uğultusundan çox ürəyinin döyüntüsünü eşidirdi. Qarın ağlığı içində o bir cüt qıyılmış qara göz gördü. Bəbəklərində sevinç donub buzlaşmış körpə gözləri. Düşündü ki, uzun paltolu qadın da, qara gözlü uşaq da daha addım ata bilməyəcək. Qəzənfər ki, axşam bu yolu qaydanda onlarla həmin yerdə rastlaşacaqlar. Orada 2 təzə qar təpəsi tikiləcək, biri böyük, biri balaca. Qəzənfərin bədənindən üşütmə keçdi. Buna yol verməməli idi. Oğlan əyləci basıb motoru söndürmədən yerə düşdü. Maşın izi ilə geri addımladı. Bir dəqiqədən sonra qatı qar dumanının içində görünməz oldu. Sərkarov heyrətdən donmuş halda onun ardınca baxırdı. Yenə 441-ci sualımızda yenə mətni genişləndirmə cümləsidir. Mətnin tərkib hissələrini uyğunlaşdırırıq. Getdik. Deyir, o tez-tez başını silkələyib mürgüsünü dağıdır, çölün yeknəsək, bezikdirici ağ rənginə baxırdı. Deməli, bura yaza bilərik, baxın. Deyir, yolun ağırlığından oğlanın əsəbləri gərilmişdi. Bəzən də fikri haçalanırdı. Niyə qaçırlar? Bu ki pis adama oxşamır. O tez-tez başını silkələyib mürgüsünü dağıdır. A-nı hara yazacaq? Əsas hissəyə. A-nı əsas hissəyə yazırıqsa D silinir, Y silinir, A silinir. B-dən, uzaqdan şəhərin işıqları sarışan ulduzlara bənzəyirdi. Birinci şəhərin təsviri verilir. Baxın, maşın axırıncı binaların yanından ötüb şəhərdən çıxdı.
Şəhərdən çıxırsa uzaqdan şəhərin işıqları görsənir. B-ni hara yazacağıq? Girişə. Zaten B girişdədir. Məsələ D-dədir uşaqlar. Bir dənə B ilə C-nin fərqinə baxsaq görərsiniz ki, məsələ D-dədir. B-ni başım yazdıq girişə, A-nı yazdıq əsasa, C-ni yazdıq nəticəyə. Çünki deyir motor asta-asta işlədikcə sürücüsüz qalmış maşın çırpınır. Çaşıb qalmış Sərkarovu da yırğalayırdı. Burada deyirik Sərkarov heyrətdən donmuş halda onun ardınca baxırdı. C-ni yazırıq bura. D-yə baxaq. Səhərlər Sərkarovu şəhərdən Sumqayıta aparır, axşamlar da geri qaytarırdı. Deməli, Sərkarov ürəyində düşünürdü. Yeznəsi bu Qəzənfərə niyə tünd xasiyyət deyir? 3 gündür mənimlə işləyir. Ağzında bəli baş üstədən qeyri Qəzənfərin bacısının əri Sərkarovun köhnə dostu idi. Qəzənfərin bacısının əri Sərkarovun köhnə dostu idi. Səhərlər Sərkarovu, yəni Qəzənfər haqqında məlumat verir də. D-ni də hər halda girişə yazası deyirəm ki, giriş birinci abzasdır. Şəhərdən çıxılma hissəsi var ha bura. Bura yaza bilmərəm ki, D-ni də hara yazacağam? Əsasa yazacağam. Ona görə cavabım olacaq B variantı. Aha. 442 yenə məzmun məsələsi. Deyir, əvvəldə rəqəm yazılmış hansı cümlələr mətndən çıxarılsa məzmunun ardıcılığı pozulmaz. Bunun üçün yenə ağ qələmimizi işə salırıq və qalınlaşdırırıq. Biraz da qalınlaşdırırıq. Baxaq görək nəyi çıxara bilərik. Gəlin biri çıxaraq məsələn. Biri tutaq ki, sildim. Deyək ki, sildim. Buyur, silənmədim. Bu görümsə hələ düz silmişim. Yol görünmürdü. Küləyin zümzüməsini gecə düşən motorun uğultusunu dinlədikcə ətli göz qapaqları ağırlaşırdı. Kimin? Kimin ətli göz qapaqları? Yəni sən biri çıxarsan problem yaranacaq. Ona görə biri çıxara bilməzsən. A getdi, Y getdi. Keçək 2-ni silək. 2 hanı? Buranı. Gəlin silək. Qar ara vermir, get-gedə qatılaşırdı. Yanında balaca oğlan uşağı vardı. Kimin? Kimin yanında balaca oğlan uşağı vardı? 2-ni də silə bilməliyik. Zaten cavablarda da 2 yox imiş. Gəlin 3-ü silək. 3-ü silək. 3-ü silə bilərikmi? 3 dialoqdur. Sildim ha. Mən işə gecikirəm. Kənara çəkilin. 20 dəqiqəyə gəlib qayıdarıq. Elə bil nəsə tamamlanmır. Mən 3-ü də silə bilmərəm. 3-ü də silə bilmərəmsə C-ni və D-ni atan kimi cavabım hazırdır. Nəyi silə bilərəm? B-ni. Yəni, deməli, cavab olur B variantı. 4 ilə 5-i silə bilərəm. Qadın bir addım arxaya çəkilməsi heç bir hadisəyə təsir eləmir. Bir dəqiqədən sonra qatı qar duman içində görünməz olması heç bir əhəmiyyət kəsb eləmir. Yəni 4 ilə 5-i rahat silə bilərəm. Düzdür, düzdür. Cavab olur B. Sonra 443. Qəzənfər obrazı ilə bağlı yanlış fikirləri müəyyən edin. Qəzənfər. Maşını sürən adam. Maşını sürən adam. Deyir, yanlış fikirlər istəyir. Maşın sürərkən Sərkarovun zəhmli baxışlarını öz üzərində hiss edir. Xeyr, belə bir şey yoxdur. Onlar ikisi də bir-biri haqqında normal fikirləşirlər. Çünki o deyir, niyə Qəzənfərə tünd xasiyyət deyir. Bu deyir, Sərkarovla işləməkdən niyə qaçırlar, pis adam deyil. Yəni, zəhmli baxışlarını hiss eləmir. Vicdan hissi peşəsinə olan məsuliyyətinə qalib gəlir, düzdür. Vicdanı əl vermir ki, o qadınla oğlanı orada tək buraxsın. 2 doğrudur. B, Y, D getdi. Biri də götürdüyümüzə görə cavab C-dir. Gəl üçə baxaq. Təkəbbürlü olmağı ona Sərkarovla yola davam etməyə imkan vermir. Xeyr, təkəbbürlü olmağı yox, vicdanlı olmağı. Təkəbbürlü bərabərdir lovğa. Bu adam lovğa deyil. Mərhəmətli davranışla yol yoldaşından fərqlənir. Bəli, mərhəmətlidir, Sərkarovdan fərqlənir. Qəzənfəri tanıyan insanlar ona münasibətdə həmfikirdirlər. Xeyr, bəzisi fikirləşir ki, tünd xasiyyətdir,
Bəzisi fikirləşir ki, normal insandır. Baxın, mən məsələn bu hissədən bilə bilərik. Deyir ki, yəni çox belə bəyliklə, zadla danışan adamdır. Bəziləri deyir ki, yox, tünd xasiyyətdir. 1, 3, 5 cavab olur. В общем, C variantı. Gəldik, çıxdıq 444-cü suala. Deyir, mətndə üzərinə hansı sözlər cədvəldə yanlış fikirləri müəyyən edin. Göydən seçirəm. Deməli, yanlışları istəyir. Sözün mənası hanı? Üzərində rəqəm yazılmış. Üzərində rəqəm yazılmış söz əlindən çıxacağı. Sonra 2, yolun ağırlığı, əsəbini gəlmişdi, şala bürülmüş, gedib batarıq. Məsələn, həqiqətən batarıq deyir. Deyir, gecikirəm, indi kənd yoluna girmək qorxuludur, gedib batarıq sür. Həqiqi mənadadır, amma bura nə yazıb? Məcazi. Deməli, 5 səhvdir. Sonra 4-də şala bürünmək həqiqidir. Əsəbləri gərilmişdi. Əsəbi gərilmə şalar məcazidir. Amma bu yazıb ki, həqiqidir. Deməli, 3 səhvdir. 3 səhvdir. Sonra 2. Birinci hələ həqiqi məcaziyə baxım. Yolun ağırlığı məcazidir. Tükanın əlindən çıxacağı düzdür, həqiqidir. İndi 3-ü 5-i seçmişik. İndi gəlin qabağındakı cümlədə deyir, mətndəkindən fərqli mənada olmalıdır. Bir mətndə həqiqidir, həqiqətəndir, məcazidə olmalıdır. Səndən yaxşı müəllim çıxar. Müəllim çıxar həqiqətən də məcazidir. Bir düzdür. 3-ü 5-i seçmişdim. Deməli, D, B, Y getmişdi, düzdürmü? Biri də siləndən sonra nə qalır? Avtomatik C. 3, 4, 5. 2-də deyir ki, yolun ağırlığı mətndə məcazidir. Deyir, gəminin ağırlığı burada həqiqidir, düzdür. Sonra 1-də də dediyim kimi də çıxar həqiqidir, qabağında da yaxşı müəllim çıxar məcazidir, o da düzdür. 1, 2-ni çıxaran kimi 3, 4, 5 cavab hazırdır, C variantı. Oy, 445. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Eləyək də. Qadın və uşağın soyuqdan donmaması Qəzənfəri sevindirdi. Donmaması mı? Yanlışdır. Qadın Sərkarovun işlədiyi kəndə getmək istəyirdi. Bunu bilmirik. Düzdür. Bu da əslində yanlışdır. Çünki o başqa kəndə gedəcəkdi, sonra iş yerinə gedəcəkdi. O da deyir, kəndə girmək təhlükəlidir. Deməli, bu da yanlışdır. Qəzənfər qadın və uşağı görən kimi yolunu dəyişdirdi. Xeyr, saxladı maşını, soruşdu, dedi, hətta gəlin minin. Yəni, Qəzənfərdən söhbət gedir, yaxşı kişiydi o. Şaxtalı havada maşın çətinliklə hərəkət edirdi, doğrudur. Sərkarov Qəzənfərin müdiri idi. Ola da bilər, olmaya da bilər. Bəlkə eyni iş yoldaşıdır, ehtimaldır. Hadisə səhər saatlarında baş verir. Səhərdə baş verə bilər, günorta da baş verə bilər, ehtimaldır. Axşam baş vermədiyi kəsindir. Ya səhərdir, ya günortadır, ehtimaldır. Ehtimalların ehtimalı, yanlışın yanlışı yazılması doğrudur. 3, 5, 6. B variantı. Gəldik, çıxdıq açıq suallarımıza. Obrazın xüsusiyyətləri, yox, 446. Mətndə əvvəlin işə qoymuş sözlərin qarşılığını. Əslində mən bunu deyirdim, dedikcə. 3 dənə sözdür. Məzəmmətin dedik 2 dənə sinonim var. Tənə, danlaq, məzəmmət. Sonra, haçalanmaq, bölünmək, fikri bölünürdü deyə bilərik. Yəni, 2-yə bölünmək. Qıyılmış, gözlər qıyılanda nə olur? Gözlər belə balacalaşır da, yəni yığılır, yumulur, yarı yumulur yaza bilərik. Yəni, qıyılmış, yarı yumulmuş. Haçalanırdı, 2-yə bölünmüş. Məzəmmət də danlaq, tənə. Sonra, obrazın xüsusiyyəti və əsaslandırma. Məsələn, obrazın xarakterik xüsusiyyəti. Sərkarov obrazı deyir. Sərkarov. Məsələn, Qəzənfəri demir. Qəzənfər mərhəmətli idisə, Sərkarov necə insan idi? Mərhəmətsiz. Əsaslandırmamız odur ki,
Qadın və oğlanı yolda qoyur. Qadın və oğlanı qarın ortasında yolda qoyur. Bu hissəni yazırsınız, əsaslandırma. Amma eyni zamanda da nə yaza bilərik? Müsbət xüsusiyyəti var idi adamın. Məsuliyyətli idi. Məsuliyyətli. Nəyə əsasən deyə bilərik məsuliyyətli? Deyir ki, mən işə vaxtında çatmalıyam. İşə vaxtında getməsi yaza bilərik. İşə vaxtında getmək istəməsi, getmək üçün çabalaması məsuliyyətlidir. Yəni müsbət xüsusiyyət də var, mənfi də. Əlbəttə ki, bu mənfi, bu müsbətini aparır artıq. Onda mənfi bir fikir formalaşdırır bizdə. Mərhəmətsiz də ona görə ki, qadın və oğlanı qarın ortasında qoyur. Amma eyni zamanda da məsuliyyətli də ona görə ki, işə vaxtında getməyi planlaşdırır. Bu belə. Sonra 448. İlk təəssürat aldadıcı da ola bilər. Fikrin aid olduğu obraz. Şöyle hər ikisi. Hər ikisi. Niyə? Orada mətndə belə bir şey var idi. Gəlin onu sizə göstərim. Deyir ki, Qəzənfər. Sərkarov ürəyində düşünürdü. Yeznəsi bu Qəzənfərin niyə tünd xasiyyət deyil? 3 gündür mənimlə işləyir. Bəli, baş üstədən qeyri söz çıxmıyor. Bu belə fikirləşir. Sonra göylə göstərirəm. Yolun ağırlığına oğlanın əsəbləri gərilmişdi. Yəni Qəzənfərin. Deyir rahatçalardı. Sərkarovla işləməkdən niyə qaçırlar? Bu ki pis adama oxşamır. Yəni Sərkarov fikirləşir ki, Qəzənfər tünd xasiyyətdir, amma əslində Qəzənfər mərhəmətli çıxır. Qəzənfər fikirləşir ki, Sərkarov yaxşı adamdır, amma əslində pis adam çıxır. Yəni hər zaman ilk düşüncə olmaya da bilər. Bu baxımdan hər ikisini götürürsünüz. Qısılmış nədir? Qıyılmışa qısılmış deyirsən? Yox. Üçbucaq sözünü deyirsən yəqin ki sən. Qısılmaq, sığınmaq deməkdir. Məsələn, anasının qoynuna qısıldı. Yəni anasının qoynuna sığındı. Belə qolun altına girmək. Amma qıymaq gözünü balacalaşdırmaq. Yəni belə. Gözləri belə olmaq. Biri var yumrudur, gözləri belədir. Biri də var bu haldadır yəni. Eybəcər var, pişik oxşadı bu. Belə çəksən, heç istəsən belə pişik çəkmərəm. Sonra aydın, mütləq sən ora mütləq yaşıl papaq zad çəkməlisən də. Nəysə, papağı silirik. Papaq nə idi? Pişik silirik. Nəyə baxırdıq? Hər ikisi 448-də hər ikisi. Ona görə ki, Qəzənfər haqqında tünd xasiyyət deyilirdi, amma Qəzənfər əslində mərhəmətli obraz idi. Sərkarovla da işləmək istəmirdilər, amma deyir ki, yaxşı insan oxşuyur zat fikirləşirdi. Sonra deməli, çərçivə daxilində verilmiş söz mətnindən kənar iki fərqli mənada. Həqiqi məcazi demir deyəsən, sadəcə məna deyir. Düzəldib, maşının səmtini düzəldib. Maşının səmtini düzəldib, yəni reysə salmaqda, maşını düzgün yola salmaqdır, düzdür? Sən yaza bilərsiniz, təmir etmək mənasında. Məsələn, anam, tutaq ki, nə yaza bilərik? Anam yazmır. Atam televizoru düzəldib, işləməsinə nail oldu. Yəni, təmir eləyib. İki fərqli mənada. Bir mənada təmir etmək mənasında yaza bilərsiniz. Təmir etmək, düzəltmək. Sonra ikinci mənada düzəltmək. Başqa bir mənada yaza bilərsiniz. Məsələn, qurmaq mənasında yaza bilərsiniz. Tutaq ki, hazırlamaq kimi də, qurmaq, hazırlamaq mənasında. Məsələn, deyirəm ki, biz sinif yoldaşlarımızla birlikdə robot düzəltdik. Yəni, robot hazırladıq. Bu anlamda yaza bilərsiniz düzəltməyi. Sonra dəyişdirmək mənasında ola bilər düzəltmək. Dəyişdirmək mənasında. Tutaq ki, deyə bilərsiniz ki,
Mənim simiclik kimi bir xarakterim var idi və mənim dostlarım mənim bu xarakterimi düzəltdi. Yəni məni dəyişdirdi, bu xarakterimi dəyişdirdi. Mən artıq xəsis deyiləm. Deməli, təmin etmək mənasına, hazırlayıb qurmaq mənasına, bir də dəyişdirmək mənasına çox rahat bir şəkildə istifadə edə bilərsiniz. Aha, baxın, görürsünüz, bayaqlar dedimi, 100% deyəcək ki, məcazi ifadə yazın. Obrazlı bərabərdir, məcazi deməkdir və mən bayaqlarda bunu demişdim. Qar yağması məsələsidir. Deyir, qar dənələri, mən bayaq dedim ki, duz kimi səpələnirdi. Qar dənələri duz kimi səpələnirdi. Sən burada fərqli versiyalar var etalonda. Deyir, qar dənələri göydə rəqs edirdi. Qar dənələri adamın üst başına qonurdu. Quş qonar da, yəni qar dənəsi qonmaz. Gözəlliyi ilə göz oxşuyurdu. Kəpənək dəstəsi kimi uçuşurdu. Obrazlığa bax, adamın göz yaşı. Amma şey də yaza bilərsən, dediyim kimi, qar dənələri duz kimi səpələnirdi. Mən belə dedim, yəni məcazi mənada. Bu da belə. Deyəsən, bu da bitdi.